Hörmətli izləyicilər, sualımıza qeyd edirik ki, Xəzər xaqanlığının mövcud olduğu dövrə aiddir. Xəzər xaqanlığı 650-ci ildən 965-ə qədər mövcud olub. Burada yazaq 650 və 965-ci ilə qədər mövcud olub. İndi burada ona uyğun olan hadisələri müəyyən edək. İkinci Göytürk dövlətinin yaranması mövcudluğu dövrə uyğundur. 682-ci ildə elə A variantı uyğundur. Digər dövlətlərə fikir versək, Katala 1451 də aid deyil. Axund dövlətinin süqutu 567, xalqların böyük köçün başlaması 4-cü əsr, Attilanın Bizans özünə tabe etməsi 434. Yəni A variantıdır. Azərbaycan tarixinin 13-cü ilin birinci yarısı üçün sərcəvi idi. Qızıl Ordu dövlətinin hücumuna məruz qalması 1265-dən başlayır, aid deyil. Yadelli əsəratına qarşı üsyanların baş verməsi, məsələn, sənətkar Bəndərə qarşı üsyan baş verib, doğrudur. Xarəzmşah Cəlaləddin yürüşdən məruz qalması, bu da uyğundur, 1225. Ali Monqol xaqanlığının Caşinlər tərəfindən idarə olunmasını da götürə bilərik, 1239-dan başlayaraq. Qacan xan kəndlərin köçmə uyğunluğa verilməsi 1303-cü ildə olduğu üçün düz deyil. Deməli, burada 2, 3, 4 uyğun cavab 2, 3, 4 Y variantında verilib. Digər bir sualda 15 və 16-cı yüzillikdə inşa olunmuş memarlıq abidələri müəyyən edin. 15-16-cı yüzillik. Buxurd qalası 12-ci əsrə aiddir. Olcaytı Xudabəndə 13-14-cü əsrə aiddir. Göy məscid Təbrizdə 1465-15-ci əsrə düşür. Şeyx Cüneyd isə deməli Şeyx Cüneyd məqbərəsi isə Qubanın Həzrə kəndində idi. Deməli Sarın Həzrə kəndində 1544-cü ildə inşa olunub. Deməli 16-cı əsrə aid olan memarlıq abidəsidir. Bu da B variantı uyğun cavabdır. Əlincə qalası 9-cu əsr olduğu üçün aid deyil. Gülüstan qalası 12-ci əsrə, 11-12-ci əsrlərə aiddir. Gülüstan türbəsi 13-14-cü əsrə, yəni Əlişah məscidi 13-14-cü əsrə aid olduğu üçün uyğun götürmürük. Deməli, sualın doğru cavabı B variantında verilmişdir.